Ərli ola ərinin taksi sürücüsü olan tanışı ilə münasibət qurdu. Telefonundan başqa kişilərə məxsus intim şəkillər çıxdı. Dəfələrlə bağışlandı, boşandı, amma olmadı. İlk baxışdan sadə görünən bir qadının həyat hekayətini təqdim edirik. 3 ailənin həyatına dərindən təsir edən, sonda öldürülən Zeynəbdir mövzumuz. Başlayaq. Quba rayonu Barlı kənd sakini 1991-ci il təvəllüdlü Zeynəb İmanquliyeva 2010-cu ildə yaşadığı Barlı kəndindən Xaçmazın Müzəffəroba kəndinə gəlin köçür. Yəni Qubadan Xaçmaza. 2 övladları dünyaya gəlir. Təxminən 5 il yaşadıqdan sonra əri ondan başqa kişilərlə telefonla danışdığından şübhələnməyə başlayır. Üstündən bir müddət keçəndən sonra bəlli olur ki, bəli, Zeynəb doğrudan da ərinə xəyanət edir. Kənd sakini olan ərinin tanışı taksi sürücüsü ilə münasibəti üzə çıxır. Bəlli olur ki, onları ailəvi Xaçmazda rayon mərkəzinə aparıb gətirən taksi sürücüsü ilə Zeynəbin arasında münasibət var. Taksi sürücüsü deyir ki, Zeynəb İmanquliyevanı həyat yoldaşı onun müştərisi olmaqla tanıyıb, yəni daim onun xidmətlərindən istifadə ediblər. Və günlərin birində Zeynəblə hər hansı bir münasibəti olmadığı bir zamanda, durğun bir günlərdə ona Zeynəbin ərinin telefonundan zəng gəlir. 2018-ci ilin martında qadın ərinin telefonundan zəng edərək həmin taksi sürücüsündən xoşu gəldiyini deyir. Daha sonra Zeynəb yoldaşından gizli olaraq özünə mobil telefon alır. Həmin nömrədən mütəmadi olaraq bu taksi sürücüsü ilə danışmağa başlayır. Və günlərin birində qadın ona zəng edərək görüşmək istədiyini deyir. Buna görə də Zeynəbi evlərindən götürüb Xaçmaza aparır. İlk görüşdə maşında əlaqədə olurlar. Daha sonra onu aparıb evinə düşürür. Bundan sonra Zeynəblə taksi sürücüsü mütəmadi görüşməyə başlayırlar. Həyat yoldaşı Zeynəbin gizlindən telefonla danışmasını eşidir. Təfərrüatları bilməsə də ondan şübhələnir və qadın özünü öldürəcəyini deyərək ərini qorxudur və buna görə də əri arvadını bağışlayır. Bir neçə gündən sonra Zeynəb taksi sürücüsünə qoşularaq evdən qaçır və 3 gündən sonra geri qayıdır. Əri yenə də onun günahından keçir və onlar 2 övladlarına görə davam edirlər. 2018-ci ildə isə əri arvadının telefonunda həmin sürücü ilə intim şəkilləri görür. Bundan sonra əri övladlarının özü ilə qalması şərti ilə məhkəmə qaydası ilə Zeynəbdən boşanır. Bununla da bəlkə də əri gələcəkdə baş verə biləcək faciədən, indi görəcəyimiz faciədən özünü kənarda saxlaya bilir. Qızının ərinə qarşı etdiyi hərəkətlərə görə ayrılmalarını etiraz etməyən atası bütün səhvlərin övladında olduğunu görür. Boşandıqdan sonra Zeynəbi öz evinə gətirir, uşaqlar isə Zeynəbin ərinin evində qalır. Evə gəldikdən sonra qızına əxlaqsızlıqla məşğul olmamasını, ər evində etdiyi xoşagəlməz hadisələri, hərəkətləri atasının evində təkrarlamamağı tapşırır. Atası deyir ki, onu cəmaət arasında biabır etməsin. Nəsihətlər verir və beləcə də sonuncu da həmin hərəkətləri təkrarlamayacağına dair söz verir. Və beləcə günlər keçir, günlər keçdikcə də hər şeyin axarında, yolunda olduğu düşünülür. Buna baxmayaraq Zeynəb yenə də xoşagəlməz hərəkətlərini bir müddət sonra davam etməyə başlayır. Hətta bir dəfə yatdığı otağın pəncərəsinin dəmir barmaqlarını gecə vaxtı sökərək evdən çıxıb gedir və uzun müddət tapılmır. Atası da təbii ki, bu müddət ərzində ağlına min fikir gəlir. Təbii ki, öncə Zeynəbin xasiyyətinə uyğun olaraq ondan şübhələnirlər, amma davamında düşünürlər ki, bəlkə tamam ayrı bir hadisə baş verib. Bəs Zeynəbin dəmir barmaqları sökərək qovuşduğu şəxs kimdir? Bəli, yenə də həmin sürücü. Sürücü ifadəsində deyir ki, Zeynəb 2018-ci ildə atasının evinə getdikdən sonra bir müddət onunla danışmayıb. 2019-cu ilin əvvəllərində isə o tanımadığı nömrədən zəng edərək, yəni Zeynəb zəng edərək sürücüyə onu hələ də unutmadığını deyir. Növbəti gün
Xaçmaza gəlir və telefonla əlaqə saxlayaraq onunla görüşmək istədiyini bildirir. Görüş zamanı Zeynəb evə qayıtmayacağını və onunla yaşamaq istədiyini bildirir. Həmin sürücü isə onu götürüb Köhnə Xaçmaz kəndinə aparıb və yarımtikilidə birlikdə yaşamağa başlayıblar. Bir ay sonra sürücünün arvadı hadisədən xəbər bilərək küsüb və atasının evinə gedib. Bundan sonra həmin şəxs də Zeynəbə deyib ki, qayıt atanın evinə. Bu müddət ərzində Zeynəbin atası qızı ilə bağlı polis şöbəsinə müraciət edib və bəlli olub ki, bəli, Zeynəb Köhnə Xaçmaz kəndindədir. Sürücüdən ayrıldıqdan sonra qızı təbii ki, üzə çıxıb və atası da yenə Zeynəbi tənbih edib, eyni hərəkətlər etdiyi halda onu öldürəcəyini belə deyib, buna görə kənd sakinləri arasında biabır olduğunu bildirib. Sonda qızı bağışlayıb. Zeynəb boşanıb evinə qaydanda üzərində mobil telefonu olmayıb. Kənar şəxslərlə danışmaması üçün Zeynəbə atası telefon işlətməyə icazə verməyib. Qızına yalnız qardaşı ilə birlikdə bağlarda meyvə yığmasına icazə verib. Yəni, meyvə yığmaqdan başqa Zeynəbin evdən çıxıb harasa getməsinə icazə verməyib. Təəssüf ki, Zeynəb bununla da yetinməyib. Oktyabrın 31-i saat 21 radələrində Zeynəbin atası 1959-cu il təvəllüdlü Məhərrəm İmanquliyev ayaq yoluna getmək üçün talvarın altından keçdikdə Zeynəbin orada olmadığını görüb. Həmin vaxt Məhərrəmin arvadı və oğlu qonşuluqda yaşayan qardaşının evinə gedilmiş. Evdə yalnız ata və qız olub həmin vaxt. Talvardan keçərkən ayaq yolundan qızının səsinin gəldiyini eşidib. Oraya yaxınlaşanda görüb ki, o kiminlənsə telefonla danışır, özü də yenə də mövzu sevgi, məhəbbət, eşqdir. Danışığını qurtarıb oradan çıxanda ondan kiminlə danışdığını soruşub. Qızı isə heç kəslə danışmadığını bildirərək hər şeyi örtbasdır eləməyə çalışıb. Və belə halda atası deyib ki, məndən heç nə gizləyə bilməyəcəksən, telefonu ver. Telefonu vermədikdə onu evə aparıb, telefonu tələb edib və Zeynəb telefonun olmadığını desə də onun üzərini axtarıb və sonda şalvarının altından qara rəngli Samsung markalı mobil telefon çıxıb. Məhərrəm İmanquliyev qeyd edir ki, artıq kənd içində hörmətdən düşdüyündən, səbir kasası daşdığından buna dözə bilməyib. Zeynəbi tutaraq yerə yıxıb, əlindən qaçmaması üçün sinəsinin üstündə oturub və qollarını dizlərinin altına salıb əlləri ilə onu boğazından sıxaraq boğmağa başlayıb və bunu bir xeyli davam etdirib. Sonda qızın xırıldadığını ancaq ölmədiyini gördükdə ayağa qalxıb və sağ ayağı ilə boğazından möhkəm sıxaraq onu öldürüb. Davamında Məhərrəm evdən çıxaraq qardaşı ilə tərəf gedib, yoldan həyat yoldaşını və oğlunu səsləyərək evə çağırıb. Onlara Zeynəbin meydini göstərərək onu öldürdüyünü bildirib. Arvadı ağlayaraq Zeynəbin bədəninin hələ isti olduğunu görüb və deyib ki, təcili tibbi yardıma zəng edək. Bu zaman Məhərrəm deyib ki, yox, artıq təcili tibbi yardıma ehtiyac yoxdur, yeganə ehtiyac 102 xidmətinə qalır. Və 102 xidmətinə zəng edib ardınca da kəndin bələdiyyə sədrinə də məlumat verib. Qardaşı oğlunu da çağırıb və hamısına qızı öldürmə səbəbini və faktı bildirib. Rayon prokurorluğunda Cinayət Məcəlləsinin 121.1-ci qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlayıb və təbii ki, Məhərrəm İmanquliyev həbs olunub. Məhkəmə iclasında Məhərrəm İmanquliyev ittiham üzrə özünü təqsirli bilib. Zərər çəkmiş şəxsin hüquqi varisi, yəni anası bildirib ki, təqsirləndirilən şəxslə barışıb və ona qarşı şikayəti yoxdur. TV11 YouTube kanalı sərfəli reklam şərtləri təqdim edir. Ay ərzində milyonlarla baxış, milyonlarla insan diqqəti istəyirsinizsə, öz məhsullarınızı bizim kanalımızda sərfəli şərtlərlə effektiv şəkildə reklam edə bilərsiniz. Bunun üçün 070 291 78 98 nömrəsindən əlaqə saxlaya, eyni zamanda WhatsApp vasitəsilə yaza bilərsiniz. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Məhərrəm İmanquliyev cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməklə 10 il müddətinə azadlıqdan məhrum edilib. Salamat qalın.